10 gün ərzində nələr sizin həyatınızda baş verəcək? Siz mövqeyinizi müdafiə etməli olacaqsınız. Bu rəqabət və ya da ki öz prinsiplərinizi qorumaq mərhələsidir. Ola bilsin onlar çoxdur, amma sizin gücünüz yetərin qədər çox olacaq ki, siz onlara qalib gələcəksiniz. Emosiyalara qapılmadan soyuqqanlıqla və məntiqlə hərəkət edəcəksiniz. Dürüstlük və qətiyyət əsas silahınız olacaq. Dünya kartı sülh kartı kimi də adlandırmaq olar. Mübarizənin sonunda tam qələbə, hüzur və bir mərhələnin uğurla başa çatması gözlənilir. Yəni sizdən güclü iradə tələb olunacaq. Lakin sonunda hər şey sizin xeyrinizə həll olunacaq və böyük bir uğura imza atacaqsınız. Bu kombinasiya rəsmi və uğurlu bir başlanğıcı xəbər verir. Ədalət kartı hər şeyin qanun çərçivəsində və dürüst olacağını göstərir. Xoş xəbər alacaqsınız, yeni bir təklif ola bilsin, ala bilərsiniz və yaxud da səmimi hisslərdən söhbət açıla bilər. Ola bilsin, bəlkə kiminləsə tanış olacaqsınız, flirt olacaq. Peşəkar əməkdaşlıqdan danışır. Yəni kollektiv şəklində kimlənsə çalışmaq sizi burada qiymətləndirəcəklər. Даже burada nəticə puldur, yəni burada qazanc da var. Sizin ideyanız və ya müraciətiniz rəsmi dəstək alacaq və real nəticələrə gətirib çıxaracaq. O iş də ola bilsin, qazanc da ola bilsin. Xoş ünsiyyətlər əsnasında buna qalib olacaqsınız. Sizi burada uğurlu bir nəticə gözləyir, sevinç yaşayacaqsınız, bayram gözləyir sizi, qarmoniya. Burada məsləhət sizə verilə bilər, çünki maddi burada sabitlikdən danışır. Ola bilsin ki, sola sağa pulunuzu xərcləməyəsiniz, biraz diqqətli və ehtiyatlı olasınız. Ola bilsin kimsə işə düzələcək, çünki bu rəsmi işdə ola bilər. Sizi çox stabil və təhlükəsiz bir dövr gözləyir. Ola bilsin ki, ailə daxilində mühüm bir hadisə qeyd edəcəksiniz. O ola bilsin ki, toy və yaxud da bəlkə ev almaq istəyirsiniz. Burada hər şey qaydalar çərçivəsində və rəsmi şəkildə baş verəcək. Bu triplet birləşmə həm də mənim evim, mənim qalamdır prinsipi simvolizə edir. Beş qılınc deyir ki, ola bilsin kimlənsə sizin gərgin bir mübarizəniz var idi. Ola bilsin bu sizin dostunuzdur, tanışınızdır, evdə də ola bilər. Amma vəziyyət stabilləşəcək. Sonunda sizi həm yeni bir sevgi, sevinç dalğası, həm də tam bir zehni aydınlıq gözləyir. Sizi çox gözəl mənəvi dəyişikliklər gözləyir. Alın və qəbul edin.